Mən Yusuf Elmir İlmanoğlu, Yevlax şəhərinin Cahangir Şənov 67 yaşım. Yevlax rayonunun regional xəstəxanasının ağciyar xəstəxanasının baş həkimi Miri həkim mənə çox təzyiqlər olubdur. Mənə orada 40 gün xəstəxanada yatmışam. Həqiqətən mən orada katibəsi sanitar işləyir. Hal-hazırda Rəfiqə xanımdır. Mən 3000 pul ödəmişəm. Mənim pensiyama görə təyin edilmək istəyir, eləmədi. Mənim adıma adlar çıxardır, çəkilişlər eləyir, atır özlərinə. Bütün seçkilərə tapşırış onu çəkin. O narkomandır. Narkomanlığıma görə məndən analiz aldılar. Heç bir analizlər cavab çıxmadı. Narkomanlığım yoxdur. Burada özü hoqqa verir. Deyir, mənim adamım var, böyük adamlarım var. Mən heç kimi saymıram. Neçə işçilər çıxardıqdır. İşçilərdən pul tələb edir. Birinə deyir 5000 ver, birinə deyir 10.000 ver. Deyir, mən burada oturmuşam, pul verib gəlmişəm. Heç kim mənə işini eləməz. Mənim adamlarım Bakıdadır. Mənim adamlarım var. Heç kim işinə söz deyə bilməz. Sizdən xahiş edirəm ki, mənim bu işimə baxılsın. Bütün işçilərin işinə baxılsın. Hal-hazırda 3 gün bundan qabaq bir dənə işçi özünü atırdı kürə. Buradan Yevlaxdan qutarıblar, cəmaat yığılıbdır. Biri özündə qəsd edibdir. Hal-hazırda bir dəqiqənin özündə prokurorluqdadır, danışdırırlar onu. Miri doktor deyir ki, mənim adamım var, mən heç kim işini edə bilməz. Mən ona 2-3 dəfə WhatsAppda təhqir sözlər yazıbdır ki, sən şərəfsizsən, sən çox alçaq adamsan, sənə heç pensiya verilməyəcəkdir, mən nə qədər burada varamsa, heç kim sənə təyin edilməyəcək. Miri doktor üçün nazirlikdən, ondan sonra Səhiyyə Nazirlikdən mazənlər edirlər ki, TikToku yığışdır, bütün işlərim düzələcəkdir, pensiyam düzələcəkdir. Mən də heç bir TikToku yığışdırmayacağım. Bütün xəstələrə baxmır, 80 qəpik sistemlər köçürdür, bütün dərmanları aparaq satır başqa qıraqda. Özünə də şoför tutub ki, mən Novel üçün əskəriyəm, bizə heç kim işinə deyə bilməz, biz buyuq. Hal-hazırda bir dəqiqənin özündə də orada oturubdur. Özü təhqir sözlər yazır WhatsApp. Diqqətinizə çatdırım ki, Miryəhim haqqında mənə təkliflər gəlir ki, 5000 sizə rüşvət təklif edirlər mənə ki, TikTokdakı, YouTubedakiləri hamısını sil. Mən ondan razı olmadım, heç bir razılığım da yoxdur. Mən haqqımı tələb edirəm. Haqqım nədir odur. Mən pula görə təklifi qəbul eləmədim. Mənə zəhlər gəlir, çoxlu Miryəhim haqqında öz dostlarıdır, öz yaxınlarıdır ki, sənə nə qədər istəyən pul verək, o TikTokda, YouTube'da, Instagramda hamısını silərsiniz. Sizdən xahiş edirəm ki, bu işə bir tədbir görəsiniz.